Salam dəyərli yoldaşlar, hər vaxtınız xeyir. Bugün biz sizinlə ki, bağlayıcı ədad yoxsa şəkilçidir mövzusunda danışacağıq. Bundan əvvəlki dərsimizdə da, bağlayıcı ədad yoxsa şəkilçidir haqqında danışmışdıq. Bu dərs əvvəlki dərsin davamı kimi olacaq və ümid edirik ki, bu dərsdə dinlədikdən sonra kinin işlənmə məqamları ilə bağlı siz heç bir çətinlik çəkməyəcəksiniz. Elə isə vaxt itirmədən gəlin keçək mövzu izahına. Ki həm bağlayıcı, həm ədad, həm də şəkilçidir. İlk öncə onun bağlayıcı kimi işləmə məqamlarından danışacağıq. Nədir, necə olur? Bunları sizə izah edəcəyik. Bağlayıcı kimi tabeli aydınlaşdırma bağlayıcısıdır. Tabeli aydınlaşdırma bağlayıcısıdır. Mürəkkəb cümlə formalaşdırır. İki sadə cümləni birləşdirməyə xidmət edir. Məsələn, demişdim ki, gələcəyəm. Demədən görürsünüz, gələcəyəm xəbər, nə etmişdim? Demişdim də xəbər. İki sadə cümləni birləşdirib ki, burada bağlayıcı vəzifəsindədir. Tabeli aydınlaşdırma bağlayıcısı vəzifəsində və cümlələri birləşdirdiyi üçün özündən sonra həmişə vergül işarəsi qoyulmalıdır və sözə də ayrı yazılmalıdır. Bu qaydaları yadda saxlayaq. 1. Sözə ayrı yazılmalıdır. 2. Özündən sonra vergül işarəsi qoyulmalıdır. Bu oldu kinin bağlayıcı kimi işlənmə məqamı. Növbəti məqam kinin ədad kimi işlənməsidir. Kinin ədad kimi işlənməsi necə olur? Onu da qeyd edirik. Ki ədad kimi iki cür işlənir. Sual, bir də qüvvətləndirici ədad. Sual ədədi olaraq adı üstündə sual cümlələrini formalaşdıracaq. Qüvvətləndirici ədad kimi də fikrin, mənanın qüvvətləndirilməsinə xidmət eləyəcək. Gəlin bunda sürətli şəkildə izah eləyək və aydınlaşdıraq. İlk öncə sual ədadı kimi, məsələn, gəlirsən ki, sual verir. Görürsünüz, sual intonasiyası da var. Sual ədatı da var və sual cümləsi formalaşdı. Gəlirsən ki və ya gedəcəksən ki, danışacaqsan ki və s. Və ya müəllimsən ki, həkimsən ki və s. Görürsünüz ki, ismi və feili xəbərlərə qoşulur, sual cümlələri yaradır və özündən sonra sual işarəsi mütləq şəkildə qoyulmalıdır. Mütləq şəkildə qoyulmalıdır. Bunu da yadda saxlayaq. Keçək kinin qüvvətləndirici ədad kimi işlənmə məqamından. Qüvvətləndirici. Adətən mübtədadan və tamamlıqdan sonra işlənir. Burada fikri, mənanı qüvvətləndirməyə xidmət eləyir. Məsələn, bir klassik filmimiz var, onun adında qüvvətləndirici ədad istifadə olunub. Mən ki gözəl değildim. Nə idim? Gözəl değildim. Xəbər, kim, mən. Ki də burada sadəcə fikri qüvvətləndirir, təhlil olunmayacaq. Ədad funksiyasındadır, qüvvətləndirici ədad kimi götürülür. Mübtədadan sonra işlənir. Bir də dedik ki, tamamlıqdan da sonra işlənə bilər. Məsələn, səni ki çağırmayıblar. Nə ediblər? Çağırmayıblar. Kimi? Səni. Burada ki təhlil olunmayacaq ədad olduğu üçün
Həmçinin ki, ədad kimi də işlənəndə, bağlayıcı kimi də işlənəndə cümlə üzvü olaraq təhlilə cəlb edilmir. Bunu da yadda saxlayırıq. Ümid edirəm ki, bura qədər qeyd olanlar sizin üçün tam şəkildə aydındır. Daha sonra keçirik ki-nin sizdə nə kimi işlənməsindən? Şəkilçi kimi işlənməsindən. Ki, şəkilçi kimi leksik şəkilçidir. 4 variantlıdır. Qeyd edirik. İsim düzəldən, bir də sifət düzəldən şəkilçi olur. Nümunədə yazaq. İsim düzəldən kimi. Sizinki, onunku və s. Sifət kimi bugünkü, dünənki. Nümunələrdən göründüyü kimi hər ikisində sözə bitişik yazılır. Ona görə ki, leksik şəkilçidir. Düzəltmə sözləri formalaşdırır. Və 4 variantlıdır. Sizinki, onunku, bugünkü, dünənki. İlk ikisi isimdir. Növbəti ikisi isə sifətdir. İsim kimi yəli halda olan əvəzlikləri artırılır. Daha da dəqiqləşdirək, şəxs əvəzliklərinə və düzəltmə isimlər yaradır. Sizinki, bizimki, onunku, mənimki və s. Sifət kimi isə zaman zərflərinə artırılır, düzəltmə sifətləri formalaşdırılır. Bunu da yadda saxlayaq ki, heç vaxt bununla bağlı çətinlik çəkməyək. Ümumi olaraq qısa şəkildə ki-nin işlənmə məqamları haqqında sizə məlumat verdik. Ümid edirik və düşünürük ki, bununla bağlı siz bir daha çətinlik çəkməyəcəksiniz və biz növbəti dərslərimizdə sizin üçün hər dəfə maraqlı, sizi düşündürən, çətinlik çəkdiyiniz mövzulardan danışacağıq ki, heç bir çətinlik bir daha çəkməyəsiniz. Bizə əlavə olaraq sizin sözünüz, sualınız ola bilər. Bu məqsədlə siz bizə sosial şəbəkələr vasitəsilə yaza bilərsiniz. Instagram, Facebook, həmçinin əlaqə nömrəmizi qeyd edək. Bizə WhatsApp üzərindən də yazıb hər hansı bir sualınızı soruşa bilərsiniz, yaza bilərsiniz. Problem yoxdur. Biz sizi həmişə cavablandırmağa hazırıq. Nə sözünüz, sualınız olarsa, burada qeyd etdiyim nömrə ilə əlaqə saxlamaqla bizə müraciət edə bilərsiniz. Ümid edirik ki, dərsimiz sizin üçün faydalı oldu. Faydalı olacağı ümidi ilə də biz sizinlə növbəti dərsimizə kimi sağollaşırıq. Özünüzə yaxşı baxın. Hələlik.